Salam əziz şagirdlər. Bugün mən sizlərə 9 mart tarixində keçirilən 11-ci sinif buraxılış suallarının izahlarını verəcəm. Ümid edirəm ki, hər biriniz imtahandan uğurlu nəticə ilə geri dönmüsünüz. Keçək sualların izahına. İlk sualda deyilir ki, verilən ifadənin qiymətini hesablayın. Mən bu ifadənin surətində nə görürəm? A kvadrat minus B kvadrat görürəm. Bunun açılışı da nə idi? A minus B, A plus B. Yəni 828 minus 72 vurulsun 828 plus 72 və bölünsün 378. Bunlar ixtisar gedir. Yerdə qalır 2. 2-ni də 900-ə bunların cəminə vursaz cavabı alarsınız 1800. Bir C variantı. İkinci sualda deyir ki, ədədi silsilənin A13 və A28 verilib bizdən. Silsilə fərqini tələb edir. D-ni bizdən soruşur. Mən uşaqlar A28-i nə şəkildə yaza bilirdim? A13 plus 15D şəklində yaza bilirəm. Yəni bu 15 ilə bu 13-ün cəmi bizə 28 verir. A28-i yerinə yazsam 28-dir. Bərabərdir A13 də 58-dir. Plus da 15-dir. Buradan 15D bərabərdir mənfi 30 alıram. D nəyə bərabər olur? Mənfi 2-yə bərabər olur. B variantı. 63-cü sualda deyir ki, verilən bu ifadəni hasil şəklində göstərin. Mən bilirəm ki, qosinus alfa plus qosinus beta nəyə bərabərdir? 2 vur qosinus alfa plus beta bölü 2 və vurulsun qosinus alfa minus beta bölü 2-yə bərabərdir. Gətirib uyğun olaraq bu düsturda yerinə yazsın. Qosinus 38 plus qosinus 18 bərabərdir 2 vur. Bunların cəminin yarısı 38 plus 18 56, yarısı 28. Qosinus 28 dərəcə vurulsun bir də bunların fərqinin yarısı. 38 minus 18 20, yarısı da nə verir? 10 verir. Yəni qosinus 10 dərəcə. Cavabı nə tapdım? 2 qosinus 28, qosinus 10, o da eləyir D variantı. Bu sualda deyir ki, ABC üçbucağında M-in AC-yə nədir? Paraleldir. İlk öncə gəlin bunu burada təsvir eləyək. Belə bir üçbucaq verilsin. Və bu üçbucaqda M-in düz xətti, M-in düz xətti. Bu AC-yə nədir? Paraleldir. Bura B təpəsi qeyd edilib. Bu nə deməkdir uşaqlar? Baxın, burada gördüyünüz bu M-in düz xətti, bu AC düz xəttinə, daha doğrusu bu AC düz xəttinə, baxın bu AC düz xəttinə paraleldirsə, buradan alıram ki, verilən bu bucaq nədir? Bərabərdir. B təpəsindəki bucaq isə həm bu balaca MBN üçbucağı, həm də böyük ABC üçbucağı üçün ortaq bir təpə bucağıdır. Yəni hər ikisində o bucaq var. Onda mən buradan nə nəticəyə gəlirəm? Mənim MBN üçbucağın, baxın burada yazıram, üçbucaq MBN oxşardır bizim ABC üçbucağına, üçbucaq ABC-yə. O zaman onların uyğun tərəf nisbətlərini yaza bilirəm. Tərəf nisbətləri də şərtdə verilib. AC nədir? 20-dir. BN nədir? 8-dir. NC 17-dir. Bizdən MN-i bunu tələb edir. Uyğun tərəf nisbətlərini yazsam, yəni buradan nə yazıram? 8-in, baxın bu tərəfin oturacağına nisbəti, X-ə nisbəti bərabər olmalıdır. Bunun tərəfinin 8 plus 17, 25-in oturacağına, 20-yə nisbəti. Buradan 25x bərabərdir 8 vur 20 alırsınız və x-i tapırsınız 6 tam 10-4. Yəni A variantı. 65-də bizə deyir ki, prizmanın həcmi 120 cm kub, hündürlük 8-dir. Oturacağının sahəsini tapın. Sadə bir sualdır. Prizmanın həcmi bilirik ki, V bərabərdir. S oturacaq vur H-a bərabərdir. V-ni 120 verib, S oturacağı tələb eləyir. H isə 8-ə bərabərdir. Buradan S oturacaq bərabər olar 120 böl 8, yəni 15-ə. A variantı. 66-cı sualda deyir ki, eni 40, uzunluğu K olan düzbucağının perimetri. Perimetri nədir? P bərabərdir 2 vur A plus B. A 40-dır, B də K-dır. 2 vur 40 plus K.
Bu da hansıdır? C variantıdır. 67-də deyir ki, bu şərti öyrən n natural ədədlərinin sayı. Bu say nədən başlayır? 17 daxildir. Ta ki 22-yə kimi. 18, 19, 20, 21 və 22. Neçə dənə oldu? 6 dənə C variantı. 68-də deyir ki, sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçinin neçə müxtəlif üsulla seçmək olar? Bu tip sualları işləmişik. Kombinzon 24-dən 2-yə bərabərdir. Bunu hesablasaq, məsələnin cavabını tapmış oluruq. Bu da nəyə bərabərdir? 24 faktorial böl. 24 minus bu 2 faktorial. Yəni 22 faktorial. Vurulsun 1 də 2 faktorial. Yuxarıdakı ilə aşağıdakı ixtisar gedir. 23 vur 24. Bölünsün 1 vur 2 qalır. İxtisarımı aparsam 23-ü 12-yə vuraram. Alaram 276. Yəni C variantı. 69-da deyir ki, 40% verilən bu ifadənin qiymətinə bərabər olan ədədi tapın. Yəni, mən ilk öncə bu ifadənin qiymətini hesablamalıyam. 4,5-i mən kəsr şəklində yazsam eləyir 2də 9. Daha doğrusu 9-u 2-yə böləndə bizə nə verir? 4,5 verir. Vurulsun. 1,3-dəkini də yazıram düzgün olmayan kəsir. Yəni 3də 5 şəklində. İxtisarımı aparsam alıram 15 böl 2. Bu bizə verir 7,5. 1+2,5 ifadəmizin qiyməti onların cəminə, yəni 10-a bərabər olur. 40%-i 10 olan ədədi tap deyir. Necə taparam? 10-u 40-a bölüb 100-ə vuraram. Bu da bizə verər 25, yəni Y variantı. 70-də deyir ki, alfa bucağını tapın. Belə bir xassə var ki, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar nədir? Bərabərdir. Fikir verirsə, bu bucaqda eyni qövsə söykənib, bu qövsə söykənib və bu bucaqda bu qövsə söykənib. O zaman bunlar bərabərdir. Yəni alfa nədir? 40 dərəcədir. 70-də deyir ki, 71-də sinus 60 minus kosinus 30 ifadəsinin qiymətini tapın. Bilirik ki, sinus 60 ilə kosinus 30 nədir? Bir-birinə bərabərdir və hər ikisi kök 3 bölü 2-yə bərabərdir. Bunları çıxsam bizə nə verir? 0 verir. Y variantı. 72-də belə bir ifadə verilib və bunun qiyməti tələb olunur. İlk öncə xatırlayaq ki, A üstü B üstü C verilibsə, bu bizdə A üstü B vur C-yə bərabərdir. O zaman 2 üstü kök 2 vur kök 2, yəni 2 üstü kök 2-nin kvadratı 2 verir. Bu da bizə verir 4, yəni B variantı. 73-də verilən bərabərsizliyin ən kiçik həllini tapın. Tapaq. Mənfi 2x kiçikdir bərabərdir 8. Hər iki tərəfini mənfiyə bölsəm 2x böyük bərabərdir mənfi 4 və x böyük bərabərdir nə alıram? Daha doğrusu 2-yə bölsəm 2x yoxş olar. Burada x böyük bərabərdir mənfi 4 və bunun ən kiçik qiyməti elə mənfi 4 olur. D variantı. 74-də deyir ki, konusun doğranı, gəlin konusu burada çəkək. Bu olsun bizim oturacağımız. Bu şəkildə də bir nə verilsin? Konus verilsin. Konusun deyir bizə. Konusun. Doğranı 10 kökdə 3-ə. Yəni bu hissə 10 kökdə 3-dür. Oturacaq müstəvisi ilə 30 dərəcəlik bucaq əmələ gətirir. Baxın, bu bucaq nədir bizdə? 30 dərəcəyə bərabərdir. Bizə deyir ki, konusun oturacağının radiusunu tapın. Gəlin neynəyək? Verilən bu təpədən bu radiusa bir perpendikulyar endirək. Və bu nə olar? 90 dərəcə. O zaman bura 30-sa, bura olar bizdə nə? 60 dərəcə. Buradan nə alıram? 30 dərəcəli bucaq qarşısında duran bu qatet hipotenuzun yarısıdır. Hipotenuz 10 kökdə 3-dür. O zaman bu nəyə bərabər olar? 5 kök 3-ə bərabər olar. Bəs 60-ın qarşısındakı nə idi bizdə? 30-dan kök 3 qədər çox idi. O zaman 30-un qarşısındakı 5 kök 3-dürsə 60 olar. Vur da 1 də kökdə 3. Bu da eləyər 5 vur 3, yəni 15. Radiusunu nə tapdım? 15 cm. 75-də deyir ki, verilən bu bərabərsizliyin ən kiçik həllini tapın. Nə edirik uşaqlar? 2 üstü x plus 3-ü mən yazıram asil şəklində. 2 üstü x vur, 2 üstü 3 kimi yaza bilərəm də. Bunlar əsaslar eyni olduğundan qüvvət üstləri toplanır. X plus 3.
minus 6 vur 2 üstü x eşittir 3 üstü eyni qaydada x vur 3 minus 3 üstü x. Daha sonra verilen birinci tərəfdən, sol tərəfdən bərabərsizliyin 2 üstü x-i çıxarıram. Nə qalır? 2-nin kubu 8 minus 6 eşittir 3 üstü x-i çıxarsam 3 minus 1. 8 minus 6 da 2 verir. 3 minus 1 de 2 verir. Hər iki tərəfini böldüm 2'ye. Nə qalır? 2 üstü x böyükdür. Daha doğrusu kiçikdir 3 üstü x-dən. İndi mən x-in yerinə nə yazsam ən kiçik tam həlli olur? Təbii ki 1 yazsam. 1 yazsam nə olur? Hər ikisi bu 2'ye bərabər olur. Bu da 3'e bərabər olur və bu bərabərsizlik ödənilir. Yəni cavab nə olur? 1 eləyir. 76 maraqlı sualdır. Bu tip sual uşaqlarla işləmişik. Sınavlarımızda da yer alıb. Bu sualda deyilir ki, AB 2 rəqəmli ədədləri üçün kökdə AB natural ədəddir. Yəni hər hansı kök altında AB ədədi var və bu ədəd natural ədəddir. Deməli bu ədədin natural ədəd olması üçün nə olmalıdır? Tam kök çıxmalıdır. Belə deyək. Yəni mən bunun yerinə 17 yazsam ödənməz. Amma kökdə 16 yazsam ödənər. Niyə? Kökdən 4 çıxır. Yəni mən kökdə AB ədədlərini nə şəkildə ədəd götürməliyəm? Həm 2 rəqəmli olsun, həm də tam kök çıxsın. Bu ədədləri yazaq. Hansılardır? 16'dır birinci. 16'dan balaca yoxdur. Artıq 3'ün kvadratı 9 eləyir. 9'dan 3 çıxır. Bu doğrudur. Amma 2 rəqəmli deyil. 2 rəqəmli birinci 16, sonra 25, 36, 49, 64, 81. Artıq növbəti ədəd 100'dür və 3 rəqəmlidir. Bizə 2 rəqəmli lazımdır. Neçə ədədimiz var? 6 dənə ədədimiz var. Bizə ehtimal soruşurdu. Səhv eləmirəmsə. Bəli, ehtimal soruşur. Ehtimal da nədir? Mümkün halların ümumi hallara nisbəti. Ümumi halları yazdım 6. Yəni 6 dənə rəqəm var. İndi bizdən nə soruşur? Əlverişli hal odur ki, məsələdə bizdən nə tələb olunur? Əlverişli hal odur ki, AB ədədləri arasından təsadüfən seçilmiş bir ədədin tək ədəd olması. Baxın, tək ədəd olması. Bu isə əsas məqamdır. İndi bunların arasından tək olanlar hansılardır? 25'dir, 49'dur və bir də 81'dir. Neçə dənə tək var? 3 dənə. Bu da bizim əlverişli hallarımız. 6'da 3 nə verir? 2'də 1 verir. Bunu da yəqin ki, cavabı onluq kəsir şəklində qeyd etməliyik. Cavab olar 0.5. 77'də deyir ki, loqaritma 81 əsasdan 8 böl, loqaritma 9 əsasdan 32 ifadəsinin qiymətini hesablayın. Nə etməliyik uşaqlar? Loqaritma, baxın, 81'i yazıram 9'un kvadratı kimi. 8'i də yazıram bu 2'nin kubu kimi. Burada heç bir dəyişiklik etmədim. Sadəcə bu şəklə gətirdim. Loqaritma 9 əsasdan 32'də də loqaritma 9 əsasdan saxlayıram. Çünki burada 9'a gətirmişəm. Və buranı yazıram 32'ni 2 üstü 5 kimi. Bunu da gətirmişəm 2'ye. Bu zaman loqaritmada bir xassə var ki, bu 3'ü də və bu 2'ni də mən ata bilərəm qabağa nisbət şəklində. Yəni 3 böl 2 vurulsun loqaritma 9 əsasdan 2'yə. Bu 5'i də eyni ilə atsam qabağa 5 loqaritma 9 əsasdan 2 alıram. Bunlar ixtisar gedir. Yerdə nə qalır? 3 böl 2 bölü 5, yəni vur 5'də 1. Bu da 3 böl 10 verir. 10'da 3'ü də mən 0.3 yazaram. Cavab olar 0.3. 78'de deyir ki, x 0.4 olanda verilən bu ifadənin qiymətini hesablayın. X nədir? 0.4'dür. Müsbət ədəddir. Gətirib yazaram modulda yerinə. 10 vur. X'in kvadratı 0.4'ün kvadratı. Minus 5 vur. Modulda 0.4 plus 3. 0.4'ün kvadratını yazıram. 10 vur. 0.4 vur. 0.4 kimi. Rahat olar bizə. Minus 5 vur 0.4 plus da 3. Onu 0.4'e vursam eləyər 4. Yəni 4 vur 0.4. Minus 5 vur 0.4 plus da 3. Buradan 0.4'ü çıxarsam nə qalır? 4 minus 5. Yəni mənfi 1. O mənfini atıram qabağa. Plus da 3 yazıram. Bu da bizə nə verər? 2 tam 10'da 6 verər. Bu şəkildə uşaqlar
Buraxılış imtahanında hər birinizə uğurlar arzu edirəm. 15 mart tarixində imtahan verəcək hər bir şagird qruplarımıza qoşularaq həmin sualların nə tip düşəcəyini, hansı mövzulara daha önəm verəcəyini öncədən öyrənə bilər. Ödənişsiz WhatsApp dəstək qruplarına qoşulmaq üçün və hazırlıqlarımız haqqında məlumat əldə etmək üçün verilən bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.